Vəhabi alimi Əlbaninin Silsilət Əhadisi Sahihə kitabı 5-ci cild, səhifə 261, hədisin nömrəsi 2223. Və həmən bu hədis müxtəlif kitablarda da keçir. Ünvan kimi deyim, Tarix Mədinə Diməşq, deməli 42-ci cilddə səhifə 221 və eyni zamanda İmam Əbu Bəkir Əhməd ibn Ömər ibn Əbi Asimin Əs-Sünnə kitabı 1-ci cild, deməli səhifə 800 və hədisin nömrəsi 1222. Bu hədislərdə nə gəlir? Diqqət edin. Peyğəmbər buyurur səhabələrinə: "Ma turiduna min Ali." Əliyə nə vermisiniz, ala bilmirsiniz? Əlidən nə istəyirsiniz? Hələ belədir, Peyğəmbər qışqırır. "Ma turiduna min Ali." Əlidən nə istəyirsiniz, nə vermisiniz, ala bilmirsiniz? "İnna Aliyyən minni." Əli məndəndir. "Və ənə minhu." Mən ondanam. "Hüseyin minni və ənə min Hüseyin." Mən Hüseyinnənəm, Hüseyin də məndəndir. Həzrət Əlinin də haqqında var bu hədis. Mən Əlidənəm, Əli də məndəndir. "Və huvə vəliyyu kullu mu'minin bə'di." O, bütün möminlərin neyisi? Vəlisidir. Hədisin sənədi də səhihdir, filandır, ixtilaf yoxdur. 2 nəfər ixtilaf eləyə bilməz. Hədisin sənədi səhihdir. Qeyd elədiyim mənbələrdə və qeyrisində. Tərəf deyəcək ki, biz inkar eləmirik ki, Əli vəli deyil. Əliyyən vəliyullah, vəliyyül müminin. Əli Allahın vəlisidir, Əli möminlərin vəlisidir. Amma sən deyən mənada deyil. Vəli yəni dost, köməkçi. Bu mənalardadır. Əli möminlərin vəlisidir, bütün möminlərin, qadın, kişi fərq eləməz. Hamısının vəlisidir, yəni dostudur. Yox, rəhbər mənasında deyil, dostudur, köməkçisidir, yardımçısıdır. Bu mənada, siz deyən mənada deyil. Deyirik, yaxşı, sən deyən olsun. Bəs hədisin sonunda bir dənə açar kəlmə var, açar. Nə kəlmə diyor? Bə'di, məndən sonra. Peyğəmbər Qədirxumda və müxtəlif yerlərdə qabaq və sonra bu kəlməni deyir, məndən sonra. Vəlinin mənası nə deyirdin? Dost. İndi gəl tərcümə eləyək. Əli bütün möminlərin dostudur kimdən sonra? Yəni nə qədər gözləməlidirlər ki, bu qüvvəyə minsin də hökm. Peyğəmbərin hökmüdür, Əli dostdur. Amma nə vaxt qüvvəyə minəcək? Peyğəmbər dünyasını dəyişəndən sonra bə'di. Demir əl-an, demir qəbli, məndən öncə, məndən yanaşı. Bə'di, məndən sonra. Bə'd sonra, axırda əvəzlik var ya, o mən deməkdir. Bə'di, kitabi, kitabım, qələmi, qələmim. Bə'di, məndən sonra. Deməli, Əli möminlərin vəlisidir, yəni köməkçisi, yardımçısı. Kimdən sonra? Peyğəmbərdən sonra. Peyğəmbər dünyasını dəyişməlidir. Sonra bu hökm nə olacaq? Qüvvəyə minəcək. Yəni, Peyğəmbər ölənə qədər Əli ilə düşmənçilik eləyə bilərsiniz. Problem deyil. Nə məntiqə sığır, nə ərəb dilinə sığır, nə alim sözünə sığır, nə filana. Bu səhv batıl tərcümələrdir. O açarı gizlədirlər həmişə. Əli möminlərin vəlisidir. Peyğəmbər buyurdu, mən kuntu mevla, fəhacə Əliyyum mevla. Mən kimin mevlasıyamsa, Əli də onun mevlasıdır. Amma hani o açar? Əsas odur. O olmasa fırlatmaq olar, yozmaq olar. Amma o olanda yozmaq olmur. Məndən sonra. Əhməd ibn Həmbəl Əhl-i Sünnə imamına sual verirlər. Ey imam,
Bu hədisin mənası nədir? Ki, Peyğəmbər buyurur, Əli möminlərin vəlisidir məndən sonra. Əhməd ibn Ənbəl şəxsin üstünə qışqırır, qayıdırdır, ey, hədis necə gəlib, elə də nəql eləyin. Mənasına varmı? Niyə? O qardaşı saçdı. Niyə? Niyə açıqlamırsınız? Əgər mənası bu qədər asandırsa, bəli, yəni dost, hələ Əhməd ibn Həmbəl də Həmbəlilərin imamı deyərdi ki, qardaş, hədisin mənası budur ki, nasir, köməkçi, yardımcı, sadiq, rafiq, dost. Qadağan eləyir adama, deyir, hədisin mənasına getmə. Hədis nətər gəlib, odur nə də yola verin, getsin. Niyə də, niyə? Bu çətin nə var ki burada? Məndən sonradadır problem, məndən sonra. Əgər dost mənasında götürdüm, məndən sonra ilə alınmır. İşləmir, cümlə düzgün çıxmır. Bir dənə xəlifə mənası düzgün çıxır. Peyğəmbər ola heç kim xəlifəli imamlıq eləyə bilməz. Peyğəmbərdən sonra nədir? Mümkündür. İndi biri qayıdar deyər ki, yaxşı, madam ki bu belə önəmli bir mesajdırsa Peyğəmbərdən, niyə ona Həzrət Əli o Peyğəmbərdən sonra qalmaqal düşəndə istifadə eləmədi? Deyərdi də, ay filan kəs, Peyğəmbər məni vəli seçib, xəlifə seçib, bu nə seçki deyirsiniz? Deməyibsə, deməli bu yalandır. Cavab, kimdir deməyib? Sən xəbərin yoxdur, sən cahilsən ki, düşünlə məşğul ol. Həzrət Əli əleyhissalam bir neçə yerdə, xüsusən Qədirxumu neynir? Adamların yadına salır bu xilafət mövzusunda. Diqqət edin.